ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Həqiqətən biz içi rəhmət və mərhəmət dolu olan bir aydayıq. Bu ay duaların qəbul olduğu bir aydır. İnsan gərək bu ayda çoxlu dua etsin. Həm özünün islahı, həm ailəsinin, evladının, qonşularının, bacı və qardaşının və qohum əqrabanın və kənd əhlinin islahını istəsin. Vallahi əgər insanın qohum əqrabası, qonşuları islah olarsa, insanın özü də və insanın ailəsi də, evladlarının da islah olmasına səbəb olar. Və bu ayda olunacaq ən gözəl dualardan biri də hamımızın bildiyi və Allah-u Teala'nın gündə bizə 17 dəfə oxumağı əmr etdiyi və dilə çox rahat olan, hamımızın əzbər bildiyi duadır. İhdina's-sıratal-müstəqim. Bu duanı etməsidir. Yəni insan başqa dua edə bilmirsə, qoy bu duanı etsin. İhdina's-sıratal-müstəqim. Yol gedir, iş qayırır, qoy bu duanı etsin. İhdina's-sıratal-müstəqim. Nədir mənası? Allahım bizi düzgün yola yönət. Bu kəlmənin, bu cümlənin, bu duanın altında, arxasında o qədər sirlər var ki, o qədər dəhşətli şeylər var ki, insan açdıqca başa düşür. Bunlardan biri də odur ki, əgər bir insan dua edərsə ki, İhdina's-sıratal-müstəqim, Allahım bizi düzgün yola yönət, dua edərsə, bir insanın düzgün yola yönəlməsi üçün ilk öncə nə lazımdır? İnsana elm lazımdır. Hansı şeyin düzgün və hansı şeyin xata olduğunu bilməsi lazımdır. Elə bil ki, insan bu duanı edərsə, İhdina's-sıratal-müstəqim, Allah-u Teala ona elm nəsib edir. Həqiqi bir elm nəsib edir. Və sadəcə insanın bir şeyi bilməsi, onun xilas olması, cənnətə düşməsi üçün kifayət edirmi? Eləmir. Nə lazımdır? Əməl lazımdır. Əməl. İnsan bir şeyi bilər, amma əməl etməsə ona heç bir faydası yoxdur. Elə bil ki, insan bu duanı edərsə, İhdina's-sıratal-müstəqim, Allahım bizi düzgün yola yönəlt. Elə bil ki, Allaha dua edir ki, Allahım mənə o bildiyim, öyrəndiyim elmi həyata keçirməyə, o elmə əməl etməyə mənə yardım elə. Fikir verin, nə qədər sirlər yatır duanın altında. Yaxşı, bir insan elmləndi və həmçinin elmi ilə əməl etdi. Kifayət edirmi? Etmir. Yəni, nə qalır ikinci? Həmənki elmdə ixlas lazımdır. Yəni, ancaq Allah üçün olsa bu əməl qabul olar. İnsanın riya etməsi, başqalarına göstəriş üçün bu əməli etməsi, onun əməlinin rədd olmasına səbəb olar. Və bir ki, insan İhdina's-sıratal-müstəqim duasını deməklə bir növ dua edir ki, Allahım, mənə bu əməldə ixlas nəsib edir. Yəni, sənin üçün, sənin razı qalmağın üçün bu əməli etməyə mənə nəsib edir. Yaxşı, bu da kifayət edirmi? Etmir. Nə lazımdır? Əməlin qabul olması üçün ixlas və həmçində Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə muvaffaq olmalıdır. Muvaffaq olmalıdır. Yəni, İnsan bu duanı etməklə, İhdina's-sıratal-müstəqim sözünü deməklə deyir ki, ey Rəbbim, mənə etdiyim bu əməli ixlasla və həmçində sünnəyə müvafiq şəkildə etməyə yardım edir. Ki, və nə qədər xeyirlər yatır. İhdina's-sıratal-müstəqim, düzgün yol, insan elə bilir ki, bu duaya sadəcə bu dünyada ehtiyacı var. Xeyr, ən çox ehtiyacı olduğu zaman ahirətdir. İnsan qiyamət günü, haqq hesab günü, haqq hesabdan sonra cənnətə yol ancaq sıratın üstündəndir. Başqa yol yoxdur cənnətə.
ve bu körpü de rivayetlərdə gəlir ki, tükdən nazik, qılıncdan iti ve sürünçekti. İnsanlar bu körpünün üzerinden imanlarına, emellerine, ihlaslarına, sünneye tabi olduklarına göre bu körpünün üzerinde onların sürəti değişir. Bəziləri ildırım sürəti ilə keçir və bəziləri sürətli qaçan at sürəti ilə və bəziləri dəvə sürəti ilə və bəziləri insan yerişi ilə, Allah korusun bəziləri sürünərək və bəziləri də Allah korusun ayaqlarını qoymaqla oradan düşmələri bir olur. Allah'tan istəyir ki, Allah-u Teala bizi sırat üzərində sabit eyləsin. Və insanın qiyamət günü dəhşətdir. Yani zülmət olacaqdır. İnsanın o körpünü tapmağa nura ihtiyacı olacaqdır. Nur. Yani her yer zülmətdir. Sən körpüye gidirsən, sırata gidirsən, ama körpünün yolunu tapa bilmirsən. O gün insanların nuru yine dünyadaki əməllərinə göre fərqli olacaqdır. Elə insanların dağlar qədər nuru olacaqdır. Her yeri ışıqlandıracaq, önlərini ışıqlandıracaqdır. Elə insanların da nuru yanacaq ve sönəcəkdir. Onların nuru ancak parmaklarının uçlarını göstərəcəkdir. Allah Teala bu barədə buyurur ki: "Yevme yequlul munafiqun vel munafiqat lillezina amanu zuruna naqtabis min nurikum." O gün münafik kişiler ve kadınlar diyecekler ki, iman olarak müminlere diyecekler ki, biz tarafa bakın, sizin nurunuzla gidelim. قِيلَ رْجِعُوا وَرَاءَكُمْ فَالْتَمِسُوا نُورًا. Onlara deyilecek ki, geri kaytın ve öz nurunuzu tapın, öz nurunuzu götürün. فَضُرِبَ بَيْنَهُمْ بِسُورٍ لَهُ بَابٌ بَاطِنُهُ فِيهِ الرَّحْمَةِ وَظَاهِرُهُ مِنْ قِبَلِهِ الْعَذَابِ. Ve onlar arasında bir sur çekilecek, bir sed çekilecek. Bu seddin içer tarafı rahmet, merhamet ve hemenki serhaddin diğer tarafı ise Allah korusun şiddetli azaptır. Hemçinde Peygamber sallallahu aleyhi ve sellem buyurur ki: "Az-zulmu zulumatun yevmel kıyame." Yani dünyada olan zulüm kıyamet günü zulmettir. Ona göre ne kadar ki bu dünyada yaşayırıq, başkasına zulmetmeyek. Başkasına olunan zulüm, başkasının elinden götürülen hak, vallahi ki kıyamet günü bizim zulmete düşmemize sebeptir. Ona göre insanın bu dünyadaki emel etmesi ve Peygamber sallallahu aleyhi ve sellem sünnəsinə tabi olması kıyamet günü sıradı takması için bir vasitədir. Ona göre çoklu dua etmek lazım. Dua etmek lazım. Allah'ım bizi düzgün yola yönelt. Dua etmek lazım. Secdeye gittin, dua ile. Subhane Rabbiyel A'la dedikten sonra peki İhdina sıratal müstakim. İhdina sıratal müstakim. Çoklu dua ile. Az bir Arapça bilmirsen Azerbaycanca, Allah'ım bizi düzgün yola yönelt. Ve hemçinde insanın gerek duada paxıl olmasın. Elə bir dua var ki, insan ettiği bu dua ile milyonlarla, trilyonlarla savab kazanabilir. İnsanın başkaları için de dua etmesidir. Eğer bir insan dese ki Allahümme gfirli, Allahüm beni bağışla, valideynlerimi bağışla, tamam mı? Bütün Müslüman kişi ve kadınları, bütün mümin kişi ve kadınları, ne kadar insan var ve hemçinin onların ölmüşlerini ve sağ olanlarını bağışla diye dua ederse, Adem Aleyhisselam'dan bugüne kadar ne kadar Müslüman varsa hamısının savabı kadar savab kazanır. Ne kadar vaxt istəyir bize? 5 saniye. 5 saniye insan milyonlarla savab kazanabilir. Ve senin bu duanı etmeyin sabah da başkasının senin için dua etmesine sebeptir. Çünkü el cezâ'u min cinsil amel. İnsana verilen ceza, mükafat hemenki cinsin, hemenki əməlin cinsindendir. Bugün sen başkası için dua edirsən, sabah da senin için. Senin qəbirdə olduğun zaman, qəbirdə olduğumuz zamanda başkalarının bize dua etmesine sebep olacaktır. Buna göre bu ay rəhmət ayıdır. Bu ay duaların kabul olma ayıdır. Bu ay insanın öz qəlbindeki o sıxıntıları, o kini, o həsədi, o paxıllığı, o düşmənçiliği, o nifrəti əritdiyi bir aydır. İnsan bu ayda da ıslah olmadısa, ne vakit ıslah olacaktı? Hansı ki bu ayda şeytanlar zəncirlənmişdi.
Hansı ki bu ayda Allahın rəhmət qapıları açılmışdı. Cənnət qapıları açılmışdı, cəhənnəm qapıları bağlanmışdı. İnsan bu ayda da islah olmadısa, bu ayda da insan haramlardan, pis vərdişlərdən uzaq olmadısa, bəs bundan sonra hansı ayda islah ola bilər ki? Xüsusən də bugünkü günümüzdə, fitnə zamanında Allahdan istəyir ki, Allah Teala bizi xeyirli bir şəkildə bu Ramazanı başa çatmağa nəsib etsin. Özünün razı qaldığı qullarından etsin. Və bu dünyadan çıxdığımız zaman kəlmə-i şəhadət nəsib etsin və razı qaldığı şəkildə bu dünyanı tərk etməyi bizə nəsib etsin. Allahdan istəyir ki, bu Ramazan ayını bizim üçün mübarək eyləsin və bizi çoxlu Ramazan aylarına yetişdirsin və bizi Qədr gecəsinə yetişdirsin, hansı ki Qədr gecəsi 1000 aydan daha xeyirlidir. Allahdan istəyir ki, Allah bizi, valideynlərimizi, bütün bacı və qardaşlarımızı, bütün müsəlman bacı və qardaşlarımızı, mümin bacı və qardaşlarımızı, onların ölmüşlərini və sağ olanları bağışlasın. Əmin. Subhanəkəllahumma və bihamdik. Nəşhədu ən la ilahe ent nəstəğfiruka və nətubu ileyk. Allah razı olsun. Üzrü sayın və uzaqdan.